Bu müayinələr dediyim kimi praktiki məlumat verir, vacib məlumat verir idmançı üçün əsas ən vacib göstəricilər haqqında. Bizdə olan sırf keçirilən müayinələr ən belə deyək müasir avadanlıq əsasında aparılır. Yəni bizdə dözümlülük üçün ölçmək üçün korteks cihazıdır, CPET deyilən test, cardiopulmonary exercise testing belə dözümlülük göstəricini ölçmək üçün. O bütün dözümlülük xüsusiyyətlərindən məlumat verir. Bu hansı ki aerob dözümlülükdür, anaerob sərhəddir, oksigen maksimal udma əmsalıdır. Bunun haqqında məlumat verir. Bizdə istifadə olunan bədən tərkibini ölçmək üçün InBody cihazı elə çox böyük dəqiqliklə yağlığın faizini verir, fərqi verir, asimetriya haqqında məlumatı verir, sağ-sol tərəfdə fərqin. 3D antropometriya cihazı bədənin 3D modelini yaradaraq imkan verir görmək ki, hansı qüsurlar var idmançıda. Fərq yenə də asimetriya var, yoxdur. Balans, Biodex balans sistem müasir aparat olaraq balans qabiliyyətindən məlumat verir. VAL cihazı ən son yenə də bu cihaz olaraq obyektiv məlumat verir ki, idmançının güc vəziyyəti nə yerdədir, partlayıcı gücü nə qədər inkişaf eləyib. Yəni bizə üstünlüyü odur ki, bu bütün hansı ki birbaşa idmançının fəaliyyətində göstərir özün, göstəricilər haqqında məlumatı tam şəklində verir. Artıq biz o gördüyümüz idmançılar elə bil əsasında deyə bilərik ki, müəyyən tendensiya var bizim idmançılarda bəzi parametrlərdən zəif olmağa. Yəni ki, məsəl üçün çoxsunda biz görürük yağlığın faizi optimaldan yuxarıdır. Dözümlülük barəsində bəzi idmançılarda, xüsusilə ağır çəkilərdə dözümlülük göstəriciləri nisbi götürərək zəifdir. Yəni tam hələm tezdir demək nəticəni. Çünki hələ ki bütün idmançılar keçməyib və nəticələr təhlil olunmayıb, amma artıq müəyyən tendensiya haqqında biz anlayışımız var, bizim anlayışımız var.